Salamlayırıq Kobel izləyicilərini. Giorgio Emporio Exchange və adında Armani olan digər brendlər arasındakı fərq nədir? Armani brendləri çox qarşıdırılır. Ona görə də qısaca izah eləmək istədik. Birincisi Armani Exchange Azərbaycanda ən çox yayılmış Armani xəttidir. Çoxları bunu premium hesab edir, amma əslində bu büdcə segmentinə aiddir və geniş kütlə üçün nəzərdə tutulub. Emporio Armani həmçinin bizdə yayılıb, zərif və eyni zamanda idman üslubunda olan bir xəttir, yəni orta segmentə aiddir. Armani Collezione əvvəllər ayrıca xəttidir, indi isə Emporio Armani tərkibindədir. Əl işi toxunmuş sviterlər və klassik dar kostyumlar bu xəttə aiddir. Giorgio Armani brendin ən prestijli və lüks xəttidir. İlk yaranan və ən keyfiyyətli Armani məhsulları bu kateqoriyaya aiddir. Haute couture və premium geyimlər istehsal edir. Bunu çoxları bilmirdi, ona görə də düşündük ki, açıqlayaq. Ümumiyyətlə, Armani dünyada ən çox satılan markalardan biridir və fenomenal uğura malikdir.